sadə üsulla qaymoritdən necə qurtararsınız onu izah edəcəm. Qaymorit sadəcə bir burun tutulması deyil, eyni zamanda sizə rahat nəfəs almanızı unutturacaq və dözülməz ağrılar yaşadacaq bir xəstəlikdir. Çünki havalar soğuyan kimi burun tutulur, ağrıdan başını qaldıra bilmirsən, üz, göz, alın şişir, qızarır, rahat nəfəs ala bilmirsən, gah da burun açılır, burnun suyu heç cürə dayanmır. Bunlar hamısı qaymoritin əlamətləridir və vaxtında düzgün müdaxilə vacibdir. Etməyəndə boşluqlarda yığılan iltihab kristallaşır və məcbur əməliyyat elətdirməli olursan. Hə, vaxtında düzgün müdaxiləni necə eləyək deyirsiniz? Ekrandakı ürəyi qızardın. Çünki sizə sadə üsulla qaymoritdən necə qurtararsınız onu izah edəcəm. Amma əvvəlcə dediyim kimi ekrandakı ürəyi qızardın. Yaxınlaşırsınız aptekə, Sinisol Majoron spreyi alırsınız. Çünki bu spreyi istifadə edildiği zaman həmin burun boşluqlarında yığılan iltihab da çirk, qaymorit çirkdir. Onu təmizləyir, tamamilə gətirir, heç nə qoyub qoymur qala, ağrını kəsir və ən əsası sizin asılı olduğunuz o spreylər var. Həmin spreylərin asıllığın aradan qaldırır, özü də qətiyyən asıllıq yaratmır. İstifadəsi 4 yaşından başlayaraq uşaqlara da, böyüklərə də uyğundur. Ölkənin bütün apteklərində var, olmasa əczaçılarımızdan xahiş edin, zakas edib gətirsinlər. Həqiqətən qaymorit pis xəstəlikdir və bundan canınızı qurtarmaq istəyirsinizsə, Sinisol Majoronu mütləq istifadə edin və bu videonu hər kəslə, sevdiyiniz insanlarla paylaşıb profilin üzərindəki plus işarəsində də toxunun ki, sağlamlığınızın qeydinə qalan əczaçınız bal oğlanla hər zaman sağlam qalasınız.